3'də 1 vurulsun, 2'də 1 nə mənaya gəldiyini 6-cı sinif şagirdinə necə izah edərdiniz? Bunun üçün onların yaxşı bildiyi natural ədədlərə qayıtmaq lazımdır. Əgər mən 4 vurulsun 3 yazsam, bu hasil nəyi ifadə edir? Aydın məsələdir ki, 4 vurulsun 3, 4 qrupdan ibarət 3 deməkdir. Yəni 4 qrup yazırıq, 4 qrup çəkək və hər bir qrupun içində 3 deməkdir bu. Və burada yəni 4 vurulsun 3-də deməli birinci vuruq qrupların sayını göstərir. Yəni cəmi neçə qrup var. İkinci vuruq hər bir qrupun, deməli bu ikinci qrup, ikinci ədəd hər bir qrupun ölçüsünü göstərir. Hasil isə, yəni bu 4 və 3-ün hasili aydın məsələdir ki, 12-dir. Bu 12 ümumilikdə neçə olduğunu göstərir. Yəni 3, 3, 3 və 3, 4 ədəd 3-ü toplayanda neçə etdiyini göstərir. Deməli, qeyd edək. Bu birinci vuruq dedik ki, qrupların sayını göstərir. İkinci vuruq qrupun ölçüsünü. Hasil isə ümumi sayı göstərir. Burada deməli bu ədəd ümumi sayı göstərir. Bəs indi 3'də 1 vurulsun 2'də 1 bunu necə izah etmək olar? Tamamilə eyni şəkildə, yəni qrup nömrəsi, bu birinci yazdığımız bu ədəd qrup sayını göstərir. Qrup sayı. İkinci yazdığımız ədəd qrupun ölçüsünü göstərir. Və bunun hasili də yenə hasil ümumi sayı göstərəcək. Ümumi sayı göstərəcək. Gəlin indi deməli 3'də 1 vurulsun 2'də 1 hasilini şəkil çəkərək göstərək. Biz dedik ki, ikinci vuruq deməli qrupun ölçüsünü göstərir. Yəni biz indi bir bütöv götürsək, bunu 2'də 1 o deməkdir ki, bütövün yarısı. Yarı bölürük, ortadan tən 2'yə bölürük və deməli bu bir hissəyi götürürük, bir yarıyı götürürük. Birinci vuruq isə bizə bu yarıdan nə qədər istədiyimizi göstərir. Birinci vuruq 3'də 1'ə bərabər olduğu üçün deməli biz bu yarını 3 bərabər hissəyə bölüb, deməli 3 bərabər hissəyə bölürük və buradan birini götürməliyik. Misal üçün bu yuxarı hissəni. Bu boyadığımız hissə yarının 3'də 1'ini təşkil edir. İndi isə sual belədir. Bu parça necə adlanır? Məlum olur ki, əgər bütövi bərabər parçalara bölsək, bu şəkildə bərabər parçalara bölsək, görəcəyik ki, bütövün 6'da 1 hissəsini təşkil edir. 6'da 1 hissəsi, deməli bunun hasili 6'da 1 olacaq. Və bunu tapmağın qısa yolu nədir? Surətləri və məxrəcləri sadəcə bir-birinə vurmaq. Yenə də biz deməli 1 vurulsun 1, 1 olacaq surətdə, 3 vurulsun 2, 6 olacaq məxrəcdə. Bu yolla şagird kəsrlərin vurma qaydasının nə mənaya gəldiyini görmüş olur. Və əgər soruşsaq, deməli 4'də 1 sarı rənginə yazacağım yenə. Deməli 4'də 1 vurulsun 5'də 1. Deməli bu hasilin bir-birinə vurduqda, yəni alınan cavab daha böyük yoxsa daha kiçik olacaq? Əlbəttə ki, daha kiçik olacaq. Niyə? Çünki 5'də 1 kəsiri, baxın bu 5'də 1 kəsiri bütövdən kiçikdir. Həmçinin biz bu parçanın
4də 1 hissəsini istəyirik. Yəni onu yenə kiçildirik. Əgər bunu çəksək, deməli əvvəlcə bütövün 5də 1-ni götürürük. Deməli bir şəkili çəkək. Belə bir bütöv 1, 2, 3, 4, 5. Bu şəkildə 5 yerə bölsək 1, 2, 3, 4 və 5. Buradan deməli 5də 1 olduğu üçün bir parçanı götürürük. İndi isə bu götürdüyümüz parçanın 4də 1 hissəsini istəyirik. Ona görə də indi bu parçanı 4 yerə böləcəyik və buradan birini boyuyoruq. Bunun birini istəyirik. Bəs bu boyadığımız hissə necə adlanır? Bunun üçün bütövü bu hissəyə bərabər parçalara bölmək lazımdır. Bu şəkildə. Və əgər əldə etdiyimiz bu kiçik parçaları saysaq, biz görərik ki, 5 və 4, yəni 20 parçadan ibarətdir. Deməli, bu götürdüyümüz, boyadığımız hissə bütövün 20də 1 hissəsidir. Yəni 4də 1 vurulsun 5də 1 bərabərdir 20də 1-ə. Eyni qayda ilə surət surətə vurulanda 1 edir. Yəni 1 vurulsun 1 edir. 4 vurulsun 5 də 20 edir.